Salam əziz yüksələn buğalar. 2026-cı ilin iyun ayı şərhinə xoş gəldiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcə görə hazırlanır. Yəni siz də yüksələn buğasınızsa, tam olaraq doğru yerdəsiniz. Əziz yüksələn buğalar, 21 iyuna qədər Günəş əkizlər bürcündə olacaq. Yəni sizin xəritənizdə ikinci evdə. Deməli, ayın 21-nə qədər Günəş sizin maddi-mənəvi dəyərlər evinizdə olacaq. Yəni pul və karyera mövzularınız ön plana çıxacaq. Bu o deməkdir ki, ayın 21-nə qədər əsas diqqətiniz maddi məsələlərdə olacaq. Biraz hesab kitablı bir dövrdür. Haraya nə qədər pul xərcləyim, necə çatdırım, gələcək planımı necə qurum kimi düşüncələr ön planda ola bilər. Amma qorxulu heç nə yoxdur. Sadəcə çox planlı və hesablı davranacağınız bir ay olacaq. Bəziləriniz ev, maşın və ya böyük alış-veriş planları qura bilər. Əmlak alqı-satqısı kimi mövzular da gündəmə gələ bilər. Gözlədiyiniz pullar varsa, bu dövrdə onlarla bağlı da dəstək ala bilərsiniz. Günəşin ikinci evdə olması iş və karyera mövzularını da çox gözəl hərəkətləndirir. İş axtaranlar üçün yaxşı bir dövrdür. Çox çalışan və özünü işə verən buğalar üçün də məhsuldar bir ay görünür. 21 iyundan sonra Günəş Xərçəng bürcünə keçir. Yəni sizin 3-cü evinizə. Merkuri də ona qoşulur. Deməli, 21 iyundan sonra həm Günəş, həm Merkuri sizin 3-cü evinizdə olacaq. 3-cü ev düşüncə sistemi, ünsiyyət, yaxın çevrə, qardaşlar, qohumlar, yaxın dostlar deməkdir. Bu o deməkdir ki, bu ay ünsiyyətiniz möhtəşəm olacaq. Özünüzü çox yaxşı ifadə etdiyiniz bir dövrdür. Çoxlu planlar quracaq, qərarlar almağa çalışacaq və insanlarla çox danışacaqsınız. Qardaşlar, yaxın qohumlar və dostlarla bağlı ortaq gündəmləriniz ön plana çıxacaq. Toy, nişan, ailə toplantıları və ortaq planlar da çox ola bilər. 3-cü ev həm də təhsil evidir. Merkuri də orada olduğu üçün kursa başlamaq, imtahan vermək və ya yeni bir şey öyrənmək üçün çox uyğun bir dövrdür. Qısa səyahətlər də görünür. Ticarətlə məşğul olanlar üçün də Merkuri çox yaxşı dəstək verir. Müqavilələr, razılaşmalar və imzalar gündəmə gələ bilər. 3-cü ev avtomobili də göstərir. Maşın alqı-satqısı, texniki baxım və ya avtomobillə bağlı mövzular ön plana çıxa bilər. Amma bir məsələ var ki, 29 iyundan etibarən Merkuri retrosu başlayır və 24 iyula qədər davam edəcək. Bu retro sizin 3-cü evinizdə Xərçəng bürcündə baş verir. Xüsusilə nişan, toy, ev alqı-satqısı, müqavilə və ya imza tələb edən işlər varsa, onları mümkün qədər 25 iyuna qədər həll etməyə çalış. 30 iyunda Oğlaq bürcündə bir dolunay baş verəcək. Oğlaq sizin xəritənizdə 9-cu evdir. Deməli, dolunayın işığı 9-cu ev mövzularını ön plana çıxaracaq. 9-cu ev həyat fəlsəfəsi, inanclar, mənəviyyat, dünya görüşü, xariclə bağlı mövzular, ali təhsil, hüquq və məhkəmə məsələləri deməkdir. Bu dövrdə bəziləriniz həyatla bağlı böyük bir fərqindəlik yaşaya bilər. Yeni bir düşüncə sistemi, mənəvi mövzu və ya fərqli bir baxış qucağı ilə qarşılaşa bilərsiniz. Xaricə səyahət planları və ya xariclə əlaqəli işlər də gündəminizə gələ bilər. Bəziləriniz xaricdə təhsil almaq, xariclə ticarət etmək və ya xaricdə yaşayan biri ilə bağlı xəbərlər ala bilər. 9-cu ev həm də hüquqi məsələlər evidir. Əgər davam edən məhkəmə və ya hüquqi bir mövzu varsa, bu dolunayla bağlı inkişaf və xəbərlər gələ bilər. 9-cu ev həm də həyat yoldaşının ailəsini göstərir. Əgər evlisinizsə və ya keçmiş münasibətlərdən qalan bağlar varsa, qarşı tərəfin ailəsi ilə bağlı xəbərlər və gündəmlər ön plana çıxa bilər. Birlikdə iyun ayı çox rahat bir ay kimi görünür. Və son olaraq iyul ayında Yupiter Şir bürcünə keçir və bir il boyunca orada qalacaq. Bu isə sizin 4-cü eviniz, ailə, ev, yuva sahəniz üçün böyük bir şans dövrü deməkdir. Məndən bu ay üçün bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.